Ayın 12-si, 12-ci ay və matrisində 12 olanların enerjisi, xidmət enerjisi və fərqli görmə bacarığıdır. 12 enerjisi bu xidmət etməyin ali formasını təcəssüm etdirən nadir bir titrəyişdir. Onlar həyatı fərqli sözlərlə görən, ruhların işığına bələd olan xidmətçilərdir. Bu enerji sahibləri ətrafdakıların ağrılarını hiss edər, yardım üçün doğularlar. Onlar həm mələkdir, həm də müşahidəçi, sakitcə, səssizcə, sevgi ilə çalışanlardır. 12 enerjisinə sahib insanlar çox mərhəmətli, yardımsevər, saf qəlbli və insanlara xidmət etmək üçün doğulmuş olurlar. Onların əsas vəzifəsi başqalarına fayda vermək, dəstək olmaq və xeyirxah işlər görməkdir. Xeyriyyəçilik, psixoloji yardım, tərbiyəvi fəaliyyətlər və s. bu vəzifələrə daxildir. Onlar dünyaya başqalarının görə bilmədiyi bir bucaqdan baxa bilirlər. Hər vəziyyəti fərqli, yaradıcı və qeyri-adi formada analiz edə bilirlər. Buna görə də tez-tez özlərini ağ qarğa kimi hiss edirlər. Lakin bu onların unikal gücüdür. Bu enerjiyə malik olanlar ruhaniyyətə açıqdır. Möcüzələrə, mələklərə, qeyri-adi aləmlərə inanırlar. Daim öyrənmək, inkişaf etmək istəyirlər. 12-lər özlərini də unutmurlar. Düzgün qidalanır, idman edir, özlərinə sevgi və qayğı göstərilir. Vacib tövsiyələrdən isə yaxşılıq edərkən qarşılıq gözləməmək, keçmişə deyil, gələcəyə fokuslanmaq lazımdır. Mənfidə olan 12-lər qurban sindromuna girirlər. Hamıya yardım edir, amma özlərini unudurlar. Daim başqalarının sevgisini qazanmaq, yaxşı insan olmaq üçün həddindən artıq çalışırlar. Öz sərhədlərini qoruya bilmirlər. Yox deməkdən qorxurlar, içlərində daim günahkarlıq hissi daşıyırlar. Başqalarının diqqətini çəkmək üçün xeyirxah əməllərini nümayişcəsinə edirlər. Əgər qarşılıq almazlarsa, küskünlük, depressiya və mənfi düşüncə yaranır. Pul qazanmaqda çətinlik çəkirlər, çünki özlərinə dəyər vermirlər. Köhnə insanlara və keçmişə bağlı qalırlar. Ayrılıqlara çətin dözürlər və dəyişikliklərdən qorxurlar. Əgər sənin də enerji kodun 12-dirsə, sən bu dünyaya insanlara işıq tutmaq, yol göstərmək üçün gəlmisən. Daxilindəki fərqlilik qorxulacaq deyil, bənzərsiz bir hədiyyədir. Öz ruhunun səsini dinlə və unutma. Sən başqalarının qaranlığını aydınlatmaq üçün buradasan. İşığın daim yanmağa davam etsin.